Xoş gördük. Bu dəfə videoda tək deyiləm. Bacım Aysel də məndəndir. Salam. Səmanın bacısı ilə olan videolardan ilhamlandım. Mən də bacımla bir formatda video çəkmək istədim. Formatımızın məğzi nədən ibarətdir? Kitabı karandaşla oxuyanlar saytında ilk və son bölməsi var. Burada oxuduğum bütün əsərlərdən ilk və son cümləni yerləşdirirəm. Oradan ilk cümlələri oxuyacaq. Mən isə həmin ilk cümlələrə görə əsərləri təxmin eləməyə çalışacağam. Görək nə qədər yaddaşım yaxşıdır. Getdik. Çaşıb əsərin adını deyəcəkdim. İlk cümləni oxuyuram. İnşallah taparsın. Qədim sərsəri duyğular qırır adət zəncirini. Vəhşi qalxıb yuxusundan tutur yenə öz yerini. Əlbəttə ki, Jack London əcdaddan Bəli. Yəni, şeirlə başlayan tək-tük əsərlər. Bakıdakı Rus İmperator Humanitar Gimnaziyasının 3-cü sinifində oxuyarkən biz 40 tələbə idik. Qurban Səid, Əli və Nino. Asatlardan başlayıram. 2-də 2 elədim. Ümid edirəm tapacaqsın. Qızıl güllərin kəsif ətri emalatxananı bürümüşdü. Bağçadan xəfif yay küləyi qalxanda bu qoxu açıq qapıdan içəri girir. Bihuş edici yasəmənlə yemişan kollarının al-qırmızı güllərinin zərif rayihəsinə qarışaraq otağa dolurdu. Bilmədim. Ən sevdiyimiz. Deyəm. İpucu ver onda. Filmi də var. Aktyoru da çox bəyənirik. Mənim ən sevimli əsərlərimdəndir. Sənin ən sevimli əsərlərin. Aktyoru da çox sevirəm. Oradakı Lordu da çox bəyənmişdik. Bəli. Oscar Wilde, Dorian Gray'in portreti. Bəli. Siz qalibsiniz. Amma bunu söyləsəm o saat tapacaqsan. Amma deməsəm də olmaz. Cənab Van Gogh, durmaq vaxtıdır. Van Goghsuz olmazdı. Irving Stone, Yaşamaq yanğısı. Bunu saymıram çünki bunu onsuz da biləcəkdim. Niyə 4-də 4? Van Gogh'un adı çəkildi, onsuz da biləcəm. Davam edək. Hamı tərəfindən qəbul edilmiş bir həqiqətdir ki, yaxşı var dövlət sahibi olan subay oğlan özünə arvad axtarmalıdır. Jane Austen, Qürur və Qərəz. Bəli. Direktor arxasınca əynində forma olmayan yeni şagird və parta daşıyan xidmətçi otağa girəndə dərslərimizi hazırlayırdıq. Murakami, Norveç meşəsi. Xeyr. Gustav Flaubert, Madame Bovary. Orada məktəb səhnəsi. Bəli, var imiş. Madame Bovary isə o cümlə ilə başlayır. Nə pis cümlə imiş. Fincanı əllərim arasında bərk sıxıram. Baxmayaraq ki, çayın istisi çoxdan şaxtalı havada buxarlanıb yox olub. Vaxtınız gedir, xanım. İpucu ver, tapmadım. İpucu verə bilmirəm çünki özüm də oxumamışam. Və Adında nə var? Neçə sözdür? İkinci hissənin birinci cümləsidir. Bəlkə birinci hissən də birinci cümləsini deyim, elə taparsın. Yuxudan oyandım və gördüm ki, çarpayının o biri tərəfi soyuqdur. Ayda, çox tanış gəlir. 3 hissədən ibarətdir. 3 hissədən ibarətdir. Aha, mən oxuduğum ikinci hissənin birinci cümləsi idi. Qadındır, kişidir? Qadındır. Qadın 3 hissə. Familiyasından ipucu verə bilərəm. Şeydə Qürur Qərəzdə qıza elçi çıxan oğlanın familiyasını yadva sal. Acığımız gəldi. Collins. Yes. Aclıq oyunları. Bəli. Susanna Collins. Tapdın. Hər şey bir yanlışlıq kimi başladı. Oxumuşam. Sən oxumusan? Yox, Qadındır, kişidir? kişidir. Hər şey bir yanlışlıq kimi başladı. Pasta deyə bilərsiniz. Yox, demirəm. İpucu ver də. Adına görə ver. Əsərin adına görə oxumamısansa. Neçə sözdən ibarət? 2 sözdən ibarətdir. Məncə Türkdür. Çaşıb deyəcəkdim. Charles Dickens. Adı elədir. Charles. Familiya başqa cür. Charles ki? Pas. Charles Bukowski. Poçt idarəsi. Yaxşı ki, bilmədim. Onu da kimsə bizə göndərmişdi, onun qeydlərini. Mən oxumamışam onu. Deyəsən, ya Aynur idi, ya Jale idi. Necə də bəllidir. Elis yataq otağındakı yazı masasının arxasında oturmuşdu. Elə həmin Elis. Aysa, elə həmin Elis. Gəl bunu tapacaqsan. Eleni, yolkanı yaxşı gizlət. Eleni, yolkanı yaxşı gizlət. Eleni. Kim var ki Eleni? Adı əsərdən deyil. Yəni o ad əsərdə yox. Bildim. Qəhrəman ki var orada Eleni. Ferrante'dir. Yox. Yolkadan yola çıxa bilərsən. Yolka nədir? Yeni il nəğməsi.
Yox, yenilə aidiyyəti yoxdur. Nə bilim, uşaqlar nəyinir, nəylə oynayır? Nəylə oynayır? Oyuncaqla. Aha. Birinci söz odur. Bilmədim. Oyuncaq ev. Kim yazıb? Henrik Ibsen. Hə, Ibsen. Bir şeyi sona çatdırmaqdan həmişə xoşum gəlib. Bir şey bilirsən. sona çatdırmaqdan həmişə xoşum Bu gəlir. mən də Tanış oxumuşam. gəlir. Tanış gəlir, sən də oxumusan. Bir şeyi sona çatdırmaqdan həmişə xoşum gəlir. Qadındandır. Ay, qadındandır. Zirzəmi quşu? Yox. Sən də oxumusan şey. Aha. Çox da böyük əsər deyil, amma təsirlidir. 1982 təvəllüdlü. Yox. Yox, hətta ondan da kiçik idi ölçüsü. Bilmədim. Bilmədin. Sürətləndikcə kiçilirəm. Şeşdə Skumsol. Ondan kiçik deyil. 1982 ondan kiçikdir. Deyil, o kiçikdir. Deyildi, o qalındır. Sürətləndikcə kiçilirəm. Uduzuram. Üzünü güzgüyə yaxınlaşdıran Pol məğlubiyyətlərini sayarcasına 39 yaşına kimi yığılan, zamanın buraxdığı izləri tələsmədən saymağa başladı. Çox tanış gəlir. Pol. Sevdiyim yazıcıdır. Məncə hə. Pas. François Sagan, Brahms'ı sevirsinizmi? Ayda. Onların qarşısındakı döşəməyə rəngbərəng, müxtəlif naxışlı xalçalar salınmışdı. Çox tanışdır. Özə çəkib atmışdın. Bəli. Bunu siz bilməlisiniz Lamiyə xanım. Sevdiyiniz yazıcıdır. İpucu ver. Sən də mənim də ən sevimli yazıcımızdır. Univaxlarından belə kitablarını alırsan. Jack London. Bəli. Oyun. Bəli. Oyun. Hə, gedirlər xalça seçməyə oğlanla qız təzə evli. Gözlərinə məftil ilməli, dəyirmiş şüşə parçaları taxıb. Kutsi barbarları gözləyərkən. 5 dənə düz. Johnny Depp'in hesabına tapdım. Bir departamentdə. Amma yaxşısı budur, deməyim hansı departamentdə. Buyurun. Hadi çətinləri var, ola verirəm ki, tapmaz. 500-dən çox kitab var. Orada Bəli, 500-dən mən bunu çox seçdim. Yaxşı, indi ipucu ver. Departamentdə. Rus ədəbiyyatıdır. Rus ədəbiyyatıdır. Bəli. Bulgakov. Xeyr. Rus ədəbiyyatıdır. Departament. Saçlarıma baxıb tapa bilərsən. Gogol. Bəli. İpucu saçlar. Revizor. Xeyr. Şinel. Bəli. Ay, onda bir səhv bildim. Səhv deyirdin, hə? Revizoru deyirdim. Bura kommunist Çindir. İpucu ver. Bilirsən. Bilirəm, İpucu ver. Əsərin adında Hə. Əsərin adı var. heyvan adı var. Heyvanistan. Yox. Tam heyvan da deyil. Hara ədəbiyyatı desəm, tez tapacaqsan. Mən də istəmirəm sən tez İt tapasan. ürəyi. Xeyr. İran ədəbiyyatıdır. Zirzəmi quşu. Bəli. O elə başlayır. Elə başlayırmış. Belə qeyd eləmisiniz. Heç yadımda. Bunu məncə asan tapacaqsan. Bir neçə gündür fikirlərimi məşğul edən səyahət məsələsi getdikcə daha real görünməyə başlayıb. Mən də oxudum, ikimiz də çox sevmişdik o əsəri. Filminə də baxdıq sonra. İpucu deyən kimi birinci ipucum belə olur. Mən oxumamışam, mən də oxumuşam. Hə, yəni oradan bilərsən də şu. Çünki sən özün yox. Filminə baxmışıq. Hə, mən oxuduqlarımdan sayını bilirsən də. Hara ədəbiyyatıdır? İngiltərə. Andesini tapasınaq. Düdü, tapım da. Yaxşı. Mən istəmirsən tapmayasan. Yaponiya. Yaponiya, Murakami deyil. Yox. Ishiguro. Bəli. Ishiguro ingilis ədəbiyyatıdır. Özü Amma Yapon hə, əsərli. özünü deyirəm mən. Sən ondan nə oxudun ki? Vardır ondan nə oxudun ki? Dəyişən günün qalanı. Bəli. Qalibsiniz. Təşəkkür edirəm. Bunda da. Onda 6 düzün olub, 4 səhvin. Montajda biləcəyik necə düzün. Bəzən adama elə gəlir ki, nəyisə lap yaxşı bilir. Amma heç cür yadına sala bilmir. İndi mən. İndi sən. Yaxşı. Cümlə yadıma düşür. Bəli. Amma hansı əsərdən olduğu yadıma düşmür. İpucu istəyirəm. Dedektiv əsərdir. Dedektiv müəllifdir. Daha doğrusu, amma dedektiv əsər deyil. Kristi Nataman portret. Düzdür. Bu hekayədə nədən başlamaq lazım olduğunu müəyyən etmək bir qədər çətin olsa da, mən təhkiyəmə bir çərşənbə günü vikari iqamətgahındakı, yəni mənim evimdəki nahar səhnəsindən başlamağı seçdim. Agatha Christie keşiş evində qətl. Bəli. Təzə oxumuşam, ona Agatha görə bilirəm. Christie'ni sevdiyini demədən göstər. 2 əsər ondan.
İndi elə bir cümlə oxuyacağam ki, çox çətin tapacaqsan Lamiyə xanım. O kiçik qayıqda, Gulfstreamdə tək başına balıq tutan qoca bir kişi idi. Çox çətin. Hemingway, qoca və dəniz. Bəli. Heyvanlar məhv olurdular. Son köç. McConaughey. McConaughey. Üçün tapdın dalbadal, indi eləsini tapım ki, üçün tapmayasan dalbadal. Mənim adım Jordandır. Bilirəm, deyəcəm. De. Albalının cinsiyyəti. Düzdür. Janet Janet Witherspoon. Winterston. O bilsən də Barnes'ın arvadı ilə gəzirmiş. Bilirəm. Hər şey Videolarınız sayəsində. İçimdə badam var. Badam. Amma müəllif yadımda qalmır heç vaxt. Sonu Vanpion. İnsanın qayıdacaq yeri olmalıdır. Xüsusən də qış aylarında. Naiq Babayev kör nöqtə. Bəli, düzdür. Cümləni bilirəm əzbər. Aprel ayı idi. Nahardan dərhal sonra ərim gözlənilmədən dedi ki, məni tərk etmək qərarına gəlib. Səni sevirdim, Anna Qavalda. Səhv cavabdır. İkinci şansınızı işə salın. İtaliya yazıçısıdır. İtaliya yazıçısıdır. Bəli. Elena Ferrante tənhalığın Yox, elə tənhalıq. Adlı halda saxla. deyəm. Tənhalıq günləri. Bəli. İndi düz tap. Zəfər tağının yaxınlığında kafe. Erik Maria Remarque, Zəfər tağı. Xeyr. Elə ona görə dedim ki, çaşasan. Zəfər tağının Tağının yanında kafe. adı ilə aidiyyatı yoxdur. Amma sən sevimli yazıçındır. Mənim sevimli yazıçımdır. Zəfər tağının yanında kafe. Anna Qavalda. Aha, hansı əsəri? Anna Qavalda, Zəfər tağının yanında kafe. Matilda. Ayda yadım. O 3 hissəlidir. Kitabın adı fərqli İndi idi. mən üçüncü hissəni istədim də sual verim. Hə. Neynəmək olar? Yadımda deyildi ümumiyyətlə. Yazıcı həmişə ilk qonorarını, dünyaya danışdığı hekayəyi yazılan ilk tərif dolu rəyləri xatırlayır. Qəşəng cümlədir, amma yadımda deyil hansı əsərdir. Bir də oxuyun. Yox, cümləni başa düşdüm, qəbul elədim. Düzgün cavab. Emal elədin. İpucu ver. Əsərin adından. Yazıcı. Yazıçılıqla İki sözdən bağlıdır, ibarətdir. Yox, yazıçının ona aidiyyatı yoxdur. Yox, Sözü süjeti deyirsən. fikirləşirəm. Hə. İki sözdən ibarətdir əsərin adı. Bir yaxşı olur, bir də pis. Onları nə təmsil edir? Xeyir, şər, ağ, qara. Aha, xeyri nə təmsil edir? Mələk. Aha. Birinci söz odur. Mələklər və iblislər. Yox. Dan Brown. Yox. Birinci söz odur, arxası başqa sözdür. Mələyin göz yaşları. Yox, mələyin oyunu. Safonun mələyin oyunu. Deyirəm də nəsə yazıçılıqlandır. Bəli. Sujet yazıçılıqla bağlı. İrəlidə gedən adam öz fransız açarı ilə qapını açdı. Martin Eden. Jack London. Jack London o üçüncünü demişəm mən. Bəlkə yavaş deyim. Yaxşı. Orwell'in kitab satışı ilə məşğul olmaq istəməməsi tamamilə başa düşüləndir. Kitab satışı, ora diqqət elə. Kitab satıcısının gündəliyi. Vital. Düzdür. Dəqiq bir ardıcıllığı yoxdur bu xatırladıqlarımın. Bayaq elə o yazıcıdan danışdın ki, onun həyat yoldaşı ilə ona xəyanət edib. Dedim, aqibət duyğusu William Barnes. Bəli. Birini də deyim. Həm kimi oxursuzlardır. Ham tap. Ham. Hə. Gecə yarısı itin müəmmalı ölümü. İt var amma o gecə yarısındakı it deyil. İt ürəyi. Bəli, Bulgakov. Bacımın məndən sonuncu videosu, sonra əlimdə qalacaq. Belə, bu videonun sonuna gəldik. Ümid edirəm sonuncu videomuz olmaz. Elə birinci və sonuncu videomuz olmaz. Mən də ümid edirəm. Əgər bəyənsəniz, ikinci hissəni də çəkərik və bu silsilə xarakter daşımağa başlayar. Növbəti videolarda görüşərik. Ya bacılı, ya bacısız. İndi o gedişata Hər baxacağıq. halda Lamiyə xanım sizlə görüşəcək. Mən ola da bilərəm, olmaya da bilərəm. Sağollaşaq. Sağ olun. Görüşərik.